Koroğlunu Nigar xanımsız təsəvvür etmək olmur. Koroğlu dastanı bütün türk millətlərinin müştərək həmasi qəhrəmanlıq dastanıdır. Ki onda eşq də həmasə ilə əzin olubdur. Vaxtı Koroğludan söhbət gedir, Nigar xanım hər zaman onun kənarında deyilir. Və onunla çiyin-çiyinə döyüş meydanlarında mübarizə etməyə bir qəhrəman qadın kimi çalışmağa başlayıbdır. Yəni biz belə düşünürük ki, yəni dastanda belə gedir ki, Koroğlunu Nigar xanımsız təsəvvür etmək olmur. Nigar xanım bütün nəcabətli, şərafətli Azərbaycan qadınının nimadıdır. Nigar xanımın caygahı Koroğlunun yanında onun şəmşirindən də kəskin idi. Nigar xanım özü evladı olmayıbdır və ana hissini yaşamayıb. Vaxtı dastanı oxuyuruq, Nigar xanımın o yaşadığı, o ana caygahında yaşadığı hisslər insanı kövrəldir. Nigar xanım bir Osmanlı padişahın qızı olubdur. Var dövlət içində yaşayan bir xanım Çənlibeldə, yəni azadlıq meydanında, ədalət diyarında yaşamağı Koroğlu ilə bərabər tərcih edib və atasının zülmünə, cövrünə qarşı çıxıbdır.